Qırmızı şlyapalı ilan, müəllif Mehriban Nağıyeva. Bir gün Zeynəblə Gülçin dağa qalxmışdılar. Yenə kim daha çox çiçək toplayar deyib yarışacaqdılar. Bu elə də asan değildi. Sıx kollar, iri dağlar daşları, çiçəkləri toplamağa mane olurdu. Təzəcə gül yığmağa başlamışdılar ki, birdən Gülçin təəccüblə qışqırdı. Zeynəb, ora bax! Zeynəb duruxub qaldı. Gördüyü mənzərə onu çaşdırdı. Yamyaşıl xallı bir ilan onlara baxırdı. Ən təəccüblüsü də o idi ki, ilanın başında qırmızı şlyapa vardı. Nə qəşəng ilandır. Hə, qəşəngdir, amma təhlükəlidir. Gəl qaçaq. İlan domba gözlərini oynadıb, iri başını qabağa uzatdı və astaca qızlara tərəf süründü. Qızlar vahimə içində qaçmağa başladılar. Qaça-qaça qışqırırdılar. Dağın ətəyində qoyun otaran Vəli dayı qızları görcək dedi. Abala, nə olub? Hara qaçırsınız? Vəli dayı gəlir, ilan dalmışca gəlir. Vəli dayı cəld ilanın qarşısını keçdi. Əlindəki dəyənəyi ona tərəf tulladı. Xoşbəxtlikdən dəyənək ilana dəymədi. İlan qorxub geri döndü və daşların arasında görünməz oldu. Zeynəblə Gülçin çox sevindilər. Gülçin sevinə-sevinə elə hey deyirdi. Nə yaxşı dəyənək ilana dəymədi. Qoy yaşasın. Nə bilmək olar, bəlkə də onun yolunu gözləyən balaları var. Vəli dayı gülə-gülə. Qırmızı don geyinmisən ha bala. Ona görə dalınca düşüb ey. İlanlar qırmızı rəngi çox sevir. Bu zaman Gülçin yerdə qırmızı nəsə gördü və təəccüblə Zeynəbə tərəf dönüb, Zeynəb bax, ilanın şlyapası düşüb qalıb dedi. Zeynəb, nə qəşəng şlyapadır deyib onu əlinə götürdü. Bu ki lalədir. Ha, gülü dərib başına qoyub. Vəli dayı gülümsəyə. Bəs bayaqdan nə deyirəm? İlanlar qırmızı rəngi çox sevir. Beləliklə uşaqlar başa düşdülər ki, hər qorxulu görünən şey təhlükəli olmur. Təbiətdəki canlılara zərər verməmək, onları qorumaq və mərhəmətli yanaşmaq lazımdır.